Gününüz aydın, salam, xoş gördüm mənim əzizlərim. Lider TV-də sizin səhətə baxırsınız, biz canlı efirdəyik. Bugünkü verilişimizin qonağı Azərbaycan İmplantoloqları Cəmiyyətinin sədri, İsveçrənin Beynəlxalq ITI Təşkilatının Azərbaycan üzrə tədris qrupu rəhbəri, İmplanten Klinikanın rəhbəri, tibb elmləri namizədi Cabbar Həsənovdur. Sabahınız xeyir olsun, xoş gəlmişsiniz Cabbar doktor, sizi görməyimizə çox şadıq. Mənim əzizlərim, bu yarım saat ərzində bizə zəng edə bilərsiniz və Cabbar həkimə öz suallarınızı verə bilərsiniz. Telefon nömrəmiz 012 510 0 çox üzr istəyirəm 510 38 06-dır və məhz bu nömrəmizə zəng edib canlı efir vasitəsilə Cabbar həkim öz suallarınızı verin mənim əzizlərim. Amma xatırlatmaq istəyirəm ki, klinikaların və həkimlərin nəzərinə əgər siz də digər həkimlər kimi, klinikalar kimi bizim verilişimizə iştirak etmək istəyirsinizsə, buyurun bizimlə əlaqə saxlayın, bizə zəng edin. Telefon nömrəmiz 674 79 01. Bir daha xatırladıram 050 674 79 01. Məhz bu telefon nömrəmizə zəng edin, bizimlə əlaqə saxlayın və siz də bizim verilişlərimizdə iştirak edin. Və əgər hər zaman söyləyirəm, dişlərinizdə problem varsa, mənim əzizlərim, gülümsəməyə belə utanırsınız və məcbursunuz əlinizlə saxlayasınız ki, dişlərinizi görməsinlər. Əgər bir qüsur varsa, gözəl gülüşə sahib olmaq istəyirsinizsə və yaxud sağlam dişlərə mütləq şəkildə sahib olmaq istəyirsinizsə, məhz İmplanten Klinikanın mən sizə təqdim edərdim ki, məhz bu klinikaya müraciət edəsiniz. Bu klinikada həm təbii ki, Cabbar həkim başda olmaqla, bu klinikada hər şey çox yüksək səviyyədədir, hər şey çox gözəldir və mütəxəssislər də deyərdim ki, superdir. Nəyə görə? Çünki mən də bu klinikada olmuşam və hətta pasiyentləri belə görmüşəm. Bu klinikada hər zaman söyləyirik ki, 80 yaşlı bir pasiyenti çəkmişdik. İmplantlar Cabbar həkim, yəni neçə implant eləmişdi siz ona 80 yaşlı? 2. Və o 80 yaşlı pasiyent öz ayaqları ilə tam rahat, xoşbəxt şəkildə bu klinikanı tərk etmişdir. Əgər siz də implant etmək istəyirsinizsə dişlərinizdə buyurun, İmplanten Klinikaya müraciət edin, Cabbar həkimin və digər həkimlərin, mütəxəssislərin qəbuluna yazılın mənim əzizlərim. Doktor, dişlərin implantasiyasında sayım baxımından minimal və maksimal hədd varmı və ümumiyyətlə implantların sayı nəyə əsasən təyin olunur? İlk öncə salamlayıram cəmaatımızı, bizə qulaq asanları, sabahınız xeyir olsun deyirəm. Və doğru buyursunuz, mənim bütün diqqətim klinikanın üstündə olur. Və bu yaxınlarda klinikanın bütün avadanlıqlarını dəyişdik. Baxmayaraq ki, heç o qədər də köhnəlməmişdilər. Amma tam yeni modern avadanlıqlar var, artıq onları almışıq. Bir qismini quraşdırmışıq, bir qismi elə klinikanın koridorunda quraşdırılma növbəsini gözləyir. Və klinikanın ikinci bölümünü də açdıq. Maşallah. Hardasa bir 3-4 gündə artıq yeni bölümə köçmüşük. Təbrik edirik. Çox sağ olun. Yəni, çox müasir, çox dünya səviyyəsində bir yeni avadanlıqlar quraşdırılıb. Bütün hər şey yeni bir sistem quraşdırılıb. Yəni inşallah gəlib bir oranı da görərsinizsə çox yaxşıdır. Yəni bizə də rahatdır, pasiyentlərimizə də rahatdır və təbii ki, hər şey pasiyentlər üçündür. Və nə qədər gözəldirsə, nə qədər yaxşıdırsa, müasirdirsə, bu əməliyyatların uğuru deməkdir, ya yaxud da ki, başqa bir diş proseduralarının uğuru deməkdir. Və bu bizim üçün də rahatlıq gətirir, sevinç gətirir, pasiyentlərimiz də razı salır. Əsas da budur. Təbii. İndi sualımıza keçək. İmplantların sayında məhdudiyyət və ya say məsələsi. Təbii ki, implantların sayında məhdudiyyət var, çönə sonsuz deyil və ya biz istədiyimiz qədər orada məsafə yoxdur, məhdud bir məsafə var. Dişlərin sayı necə məhdudsa, implantların sayı da o cür məhdud ola bilər. Təbii. Amma təbii dişlərdən implantların biraz fərqləri var. Təbii dişlər bir-birinə çox sıx yerləşir. Amma implantlar bir-birinə o qədər sıx yerləşə bilməz. Yəni, kənarda biraz implantlar arasında məsafə buraxırıq. Haradasa bir 3 mm, 4 mm. Çünki kənə sümüyü canlıdır. Bunun arasında qan dövran eləyir. Əgər biz çox sıx yerləşdirəksə, qan dövranı belə zəiflətmiş olarıq. O yüzdən məhdudiyyət var. Və adətən implantlar bu qədər məsafələrlə yerləşir. Amma təbii ki, bunların üzərində düzələn dişlərin arasında heç bir məsafə olmur. Bunlar tam təbii görünür. Hətta dişlərin bir yerdəmi, tək-təhmi olmasını heç belə biz hiss eləmirik. O yüzdən, yəni, təbii, burada bir məhdudiyyət var sahib məsələsində və minimal da məhdudiyyət var. Bu maksimal məhdudiyyət idi. Yəni, müəyyən bir saydan az eləmək mümkün deyil və ya bu zəif ola bilər. O yüzdən bizim bir orta rəqəmlərimiz var. O da pasiyentin vəziyyətinə, çənə sümüyünə uyğun olaraq biz bu seçimi apara bilirik. Mənə elə gəlir ki, bizə baxın tamaşaçılara indi verdiyim sual çox maraqlı olacaq. Bəs implantların sayı necə? Qiymətə təsiri varmı?
Yəni əslində deyilə ki, nə qədər çox olmalıdırsa, bir o qədər ucuz olmalıdır. Yoxsa burada elə bir şey yoxdur. Təbii bəzən pasientlərimiz o cür düşünür. Yəni bir yerdən bir 15 dənə, 20 dənə, yəni topdan bir şey aldım, ucuz olur. 4-5'ini eləyim ki, biraz ucuz biraz başa ucuz olsun. gəlsin. Hərdən də deyirlər burada implant çoxdur, biraz ucuz olsun. Amma təbii ki, deyil. Bu iş bir olur. Yəni hər bir implant üçün öz cərrahiyyəsi var, öz məsrəfləri var. Yəni bu çox olması bu biraz ticari məsələyə bənzəyir. Amma burada sırf tibbi əməliyyatdır deyən, burada çoxluğun yəni qiymətlə belə bir bağlılığı yoxdur. Yəni hər bir implantın söylədiyim kimi ayrıca əməliyyatı var, işlənməsi var və materialının qiyməti var. O yüzdən yəni çoxluğun qiyməti elə bir təsiri olmur bizdə. Bəs implantların sayı, yaşla yəni bir əlaqəsi varmı, yoxsa yox? Təbii implantların bugünkü suallar hamısı deyəsən saya bağlıdır. Yaxşıdır. Yəni belə şeylər pasientlərimiz bizə belə suallar tez-tez verir. Suallar nə qədər adi-sadə olsa, bir o qədər də bizə baxan pasientlərin də, yəni tamaşaçılardan söhbət gedir. Onlar da maraqlı olacaq. Yəni maraq öyrətməliyik insanlarda ki, maraqlansınlar və müraciət etsinlər. Bir daha xatırladıram, mənim əzizlərim, dişlərinizi etibar edə bilərsiniz məhz İmplant klinikasına. Buyurun, ekranda telefon nömrələri görürsünüz. Bir dəfə gəlin bu klinikanı görün və sonra razı qalacaqsınız və söyləyəcəksiniz ki, Lalə bizə düzgün ünvan verdi. Məhz bu klinikada siz çox rahat, gözəl şəkildə öz dişlərinizi bərpa edə bilərsiniz. Buyurun doktor, yaşla əlaqədarmı? Yaşla, təbii, yaşla əlaqəsi bu cür ola bilər ki, yəni daha gənc yaşlarda çənə sümüyü böyük olur, daha çox olur. Bir onun həcmi çox olur. Bir də yaşla bağlı olaraq sümükdə inteqrasiya prosesləri biraz zəifləyir. Təbii ki, sümüyün yeni yaranan sümük hüceyrələri gənc yaşında olduğu qədər böyük sürətlə artmır. O yüzdən biz implantların sayına biraz, təbii ki, çənədə yer məsələsi imkan verirsə, biz implantların sayını artırmaqla biraz kompensasiya edirik. Yəni, məsəl üçün, gənc yaşda 3 implant bəs eləyən yerə, biraz yaşlı insanlarda 4 implant belə yetərli bilirik və o yüzdən saya yaşı bağlı təsir edə bilər. Yəni, implantların sayını biraz artıra bilərik. Misal üçün, sizə pasiyent müraciət edir və söyləyir ki, mən istəyirəm ki, yuxarı çənədə 4 dənə implant qoydurum və siz baxırsınız, söyləyirsiniz ki, yox, yaxşı olardı ki, ikisini hələ ki, yəni ki, implantları qoyarsınız. Sizinlə razılaşırlarmı bu pasiyentlər, yoxsa yenə də öz dediyi sözlərin üstündə dayanırlar ki, yox, məhz 4 istəyirəm olsun? Pasiyentlərin öz diaqnostik formaları da var. Yəni, bəzən özləri diaqnoz qoyurlar, özləri müalicə planı hazırlayırlar və düşünürlər ki, gedəcəm həkimə, burada bir dişim var, burada bir implant eləyərəm, yaxud da burada bir dişim var, burada bir implant eləyərəm. Elə bunları da birləşdirərəm. Artıq həkimin yerinə hər şey. Təbii, yəni öz ideyaları ilə gəlirlər. Amma təbii ki, biz onlara qulaq asırıq, onların rəyini nəzərə alırıq. Amma təbii ki, təbabətinin öz tələbləri var, stomatologiyanın öz tələbləri var. Hər implantın öz qüvvəsi var, gücü var, daşıya biləcək bir yük var. O yüzdən onlara qulaq asmaqla bərabər onların istəklərini yerinə yetirmək istəyirik. Amma bugünün sabahı da var. Tam onların istəyini yerinə yetirsək, sabah o məsələ effektiv olmaya bilər və ya yararsız hala düşə bilər. O yüzdən təbii ki, qulaq asandan sonra biz öz təkliflərimizi veririk və onun istəyi niyə elədi? Əsas məsələ onu biz bəzən yönəldə bilirik. Məsələn, maddi məsələyə görədirsə, deyək ki, böyük imkanları yoxdursa, 2 implant istəyirsə, o biraz başqa cür düşünür. Məsələn, düşünür ki, 2 implant qoyduram, üstünə bir çıxmayan konstruksiya eləyərəm, dişlərimi sementləyərəm. Biz ona 2 implant müqabilində başqa bir, deyək ki, variant təklif edirik və bu ona daha uyğun olur, daha xeyirli olur və daha uzun ömürlü olur. Bəs müasir problemi misal üçün yoxdur və vaxt baxımından vaxtı çox azdır və sizə söyləyir ki, yoxu nə qədər çox eləsəz, bir o qədər mənə yaxşıdır ki, tez olsun. Yenə də çoxluğun o qədər vaxta aidiyyəti yoxdur. Yəni, sümük bir implantın da üstünə 3 aya inteqrasiya edir, 5 implantın da üstünə 3 aya inteqrasiya edir, 10 implantın da. Yəni onun heç bir fərqi yoxdur. Yəni bunun elə bir ciddi fərqi yoxdur. Amma əgər vaxt baxımından kimsə tələsirsə, maddi problemi yoxdursa, İsveçrənin bir Straumann deyilən implantları var. Onun içərisində S-Active deyilən bir marka var. Bu S-Active markası adından göründüyü kimi aktivdir. Yəni özəl bir səhti var. Bu özəl səht yalnız dünyada bir o firmaya məxsusdur və bir ay müddətinə onlar qarant verirlər ki, implantların üzərinə diş düzəldə bilərsiniz. Yəni, belə bir çarəsi də var bu işin. O yüzdən, yəni, burada say deyil, başqa bir növ, başqa bir S-Active deyilən bir xarakterli bir səhti olan implant bu işi həll edə bilir. Maraqlıdır. Bir mütəxəssis kimi, yaxşı, belə deyək onda, siz neçə implant yerləşdirməyə məsləhət görürsünüz bir dəfəyə?
Bir dəfiyə adətən sayda da məhdudiyyət ola bilər. Burada da yenə çox geniş məfhumdur. Yəni burada istər-istəməz pasiyentin vəziyyəti, onun yaşı, onun sağlamlıq durumu, ümumiyyətlə nəzərə alınır. Təbii, yanaşı xəstəlikləri, şəkəri varmı, təzyiqi varmı, ümumiyyətlə onun dözümlülüyü nə qədərdir, nə qədər krestoda oturmağa səbri çatar. Yəni bunun hamısını nəzərə alırıq Çox təbii üzr ki. istəyirəm. Davam edəcəyik. Tamaşaçımızın sizə sualı var. Salam, xoş gördük. Eşidirik sizi. Buyurun. Hər vaxtınız olsun. Hər vaxtınız xeyir olsun. Buyurun. Xanım, mənim sualım doktoradır. Buyurun, sualınızı verin. Üzr istəyirəm, mənim böyük oğlum 11-də oxuyur da. Onun qabaq tərəfdən, sol tərəfdə dişlər üst-üstədir. 11-ci sinif tələbəsidir. Onu çəkdirmək düzdürmü, yoxsa onu renginiləşdirmək lazımdır? Yoxsa elə bir başa həkim öz icazə versə, sabah onu həkimin yanına gətirərdim. İcazə veririk. Gəlin, gətirin. Niyə də yox? Təbii, siz çəkdirmək haqqında heç Təşəkkür düşünməyin. edirik zənginiz üçün. Sağ olun. Çəkdirmək haqqında heç düşünməyin. Dişi çəkdirmək olmaz o yaşda. Ola bilər ki, orada hər hansı bir süd dişi qalmış olsun. Amma o dediyi yaşda, yəni 11-ci sinifdə oxuyan bir uşaqda Çəksə yenidən əmələ gəlməyəcək. artıq uşaq demək olmaz, yeni yetmədə dişləri çıxartmaq olmaz. Normalda o dişlərin hamısı daimi dişlərdir. Ola bilər təsadüfən süd dişi olsun, amma bu təbii ki, bizim klinikaya buyurub gələ bilərsiniz. Bizim özəl olaraq uşaq stomatoloqumuz da var. Bəli. Diş sırası problemləri ilə məşğul olan həkimimiz də ayrıca var və bu üzdən yəni rentgen olunacaq, müayinə olunacaq və tam doğru düzgün sizə istiqamət veriləcək və lazımsa istəsəz müalicə də aparılacaq. Amma heç halda dişi çıxartmağı düşünməyin. İmplantın klinikasına müəmmizlərim həm öz dişlərinizi, həm də ki, evladlarınızın dişlərini etibar edə bilərsiniz. Çox rahatdır. Bir klinikaya gəlirsiniz, həm evladlarınızın dişlərində problem varsa, bununla mütəxəssislər məşğul olurlar, həm də ki, öz dişlərinizlə də məşğul olursunuz. Bir daha xatırladıram, İmplantın klinikanın telefon nömrələri, ünvanı ekranda görürsünüz. Buyurun, müraciət edin. Və məsləhət görədim ki, məhz bu klinika müraciət edəsiniz. Doktor, ağızda implantların sayına baxanda ən çox neçə implant görmüsünüz? Hə, belə hallar olur. Yəni, implant sayı çox da olmağı mən bayaq söylədim. Yaxşı hal deyil, az da olmağı yaxşı hal deyil. Sırf müayinələr olunub, planlaşdırılmış implant sayı hər şeyi nəzərə almaq şərti ilə. Yenə də söyləyirəm, yaşını, cinsini, qadın kişinin də burada rolu var. Yanaşı edən xəstəliklərini, yanaşı edən problemlərini. Şəkərli diabeti belə var ya, yox. Hamısı burada nəzərə alınır. Sümüyün ölçüləri, sümüyün eni, sümüyün sıxlığı. Bütün bunları hamısını nəzərə alaraq həkim bir plan qurur. Bu plandan çox da ehtiyac yoxdur. Aza da yəni olmaz, sonra problem yarada bilər. Amma burada bu say məsələsini həmişə biz nizamlayırıq və bunun dediyim kimi xəstənin vəziyyəti ilə, xəstənin öz sümüyün quruluşu ilə nizamlayırıq. Bu halda hər şey gözəl görünür. Bəzən biz xarici konferanslarda ya yeni başlayan bir həkimin, ya nəsə bir şey maksimum implant sayıları görürük. Hətta bu internetdə bəzən çıxır. Mən ağızda 33 implant görmüşəm. Yəni bu dəhşətli, çox böyük rəqəmdir. Mümkündürmü bu? Zarafatla hərdən deyirlər ki, niyə bu qədər çox implant qoyulub o göstərənlərdə? Yəni bu bəzən o səhvlərdən danışanda bunu göstərirlər, ağırlaşmadan danışanda bunu göstərirlər. Cavab tez belə olur, atmaca olur. Deyirlər ki, yəqin həkimin pula çox ehtiyacı varmış və çox implant qoyub. Yəni təbii ki, olmaz bu qədər implant. 32, 33, normalda 32 diş olur. Amma 33 implant mən ağızda görmüşəm. Yəni bu düz deyil və o 33 implantın yerinə ağızda deyək ki, 20 implant olsaydı, daha effektiv olacaqdı, daha uzun ömürlü olacaqdı və heç bir problemdə xəstə yaşamayacaqdı. O yüzden normalar var və bu normaların daxilində hərəkət etmək lazımdır. Doktor, implantların keyfiyyəti mi qiymətə təsir edir? Çünki hərdən bir də görürsən, elə də baha deyil. Bəzi vaxtlarda söyləyirlər ki, qiymət oradan da biraz kosmikdir və düşünürsən ki, ilahi, mən bir implanta bu qədər pul verim, mən sonra necə yaşayacağım? Yəni, bu nədən asılıdır? Onun keyfiyyət baxımından mı, yoxsa? Təbii, istehsalçı firma, istehsalçı ölkə, bunların çox böyük təsiri var. Və təkcə image kimi deyil, ad kimi deyil, keyfiyyət baxımından çox böyük təsiri var. Yəni, bu həkimlər arasında biz yəni bir peşəkar kimi, yəni dünyada bu işlərlə çox konferanslara gedirik, məşğul oluruq və tanıyırıq. Yəni bütün dünyada bəlli markalar var ki, bunların özəl xüsusiyyətləri var. Adətən İsveçrə implantları
daha çox güclüdür. Və mən bir dəfə bunu burada söyləmişəm. Belə bir deyim var dünyada. Deyir, bütün ən yaxşı implantlar İsveçrə implantlarıdır. Və ya digər ölçülərdə varsa da, bu da İsveçrə avadanlıqlarında istehsal olunan implantlardır. Yəni, o qədər bilirik, bu mikro detallarda, mikro səhtlərdə, mikroskopik cihazlarda İsveçrə doğrudan, saatlarına diqqət eləsək, görərik. Məsələn, düşünün ki, İsveçrənin saatları digər ölkələrin saatlarından qat-qat, bəzən 10 qat, bəzən 100 qat baha olur. Yəni, dəyəri də var. Öz keyfiyyətini bunlar ömür boyu itirmir. Yəni, bir insana bəzən bir ömrünə bir saat bəs edir. Eynən də implantlarda bu cürdür. Yəni, 20 ilə yaxında biz implant yerləşdiririk və bu gün 20 il əvvəl yerləşdirdiyimiz implantların rentgenlərinə baxanda sanki adamda belə bir hissiyat yaranır ki, bu implant bu gün ağza yerləşdirilib. O yüzden bu implantların keyfiyyətinə dəlalət edir. Yeni başlayanda, bəzən yeni başlayan həkimlərdə belə bir fikir yaranır ki, implantlar yaxşıdır, bütün implantlar ağızda dayanır, bütün implantlar inteqrasiya edir. Bəli, indi demək olar ki, bütün implantlar ağızda dayanır, bütün implantlar inteqrasiya edir. Amma illər keçdikcə, zaman keçdikcə, adam öz işlərinə qayıtdıqca, 15 illik, 20 illik implantlarını gördükcə, onda adam içində bir xoş hiss yaranır ki, doğrudan da bu implantın 15 yaşı var, bu implantın 20 yaşı var, amma sanki bu gün ağza yerləşdirilir. Və hərdən düşünürsən ki, yəqin bir 15 il, 20 il dələ bundan sonra bu davam edəcək, təbii ki, ağızda qalmasına. O yüzden keyfiyyətin çox böyük təsiri var və bu keyfiyyətdə sadəcə yaranmır. Bu keyfiyyətdə hər hansı özəl işləmələrdən yaranır və orada belə bir şey də var. Yəni, İngilislər buna machine time deyir. Bir implantın bir avadanlıqda, bir maşında istehsal vaxtı var, zamanı var. Məsələn, implant var ki, deyək ki, məsələn ki, bir 10 dəqiqə istehsal olunur, implant var 30 dəqiqə, 40 dəqiqə istehsal olunur. Ona çox vaxt sərf olunur, çox əmək sərf olunur və qiyməti baha olur, əvəzində keyfiyyəti yaxşı olur. Və bir də özəlləşdirilmiş səhtlər var. Yəni, bir neçə məsələn, barmaqla sayılası qədər implant sistemi var ki, bunlar çox böyük elmi araşdırmalar aparırlar və bunlar özləri məxsus səht yaradırlar. Bu səhtlərin patenti olur, digərləri bunu eləyənmir. 20 il bunlar bunu istifadə edir. 20 ildən sonra patent açığa çıxır. İstənilən patent 20 ildən sonra açıqlanır. Yəni, hər kəs onu istifadə edə bilər, implantını hazırlaya bilər o səhtindən. Amma 20 ilə qədər bunlar tamam yeni bir səhtlər yaradır, yeni bir addımlar atır. Və öndə gedən firmalar var, bəlli firmalar var. Deyək ki, İsveçrənin bir 3 dənə firması var, Almaniyanın bir firması var, Amerikanın 2 firması var. Yenə görürsünüz, ən çox İsveçrənindir. Və bunlar eləyib gedir, arxadan gələn minlərlə implant kampaniyaları var və bunlar da bunlara təkrarlaya gedir. O yüzden keyfiyyətdə böyük fərq yaranır. Və bu da təbii ki, qiymətə çox təsir edir. Doktor, məhz Cabbar həkim gündə, ayda, ildə neçə implant qoyur? Mənə çox maraqlıdır. Yəni, bütün sizə müraciət edən pasiyentləri, misal üçün, siz özünüz qəbul edirsinizmi? Misal üçün, bu indi verilişimizə baxırlar və hər hansı bir tamaşaçı zəng edəcək və söyləyəcək ki, mən istəyirəm ki, məhz mənim dişlərimlə Cabbar həkim məşğul olsun. Bu mümkündürmü? Təbii ki, mümkündür. İmplant sayını söyləsəm göz dəyməz ki. Yox, qətiyyən. Mənə gəlir ki, sayını saysaz daha da çox bizim tamaşaçılar sizə etibar edəcəklər və inanacaqlar və söyləyəcəklər ki, bəli, Lalə naxaq yerə bizə söyləmir ki, biz məhz dişlərimizi implant klinikasına etibar etməliyik. Lalə xanım, o illər əvvəl idi. Bir 15 il əvvəl deyək ki, biz implantları yeni edirdik və gündə sayırdıq. Mənim birinci müəllimim Rəhmətli Surov privatikada demişdi ki, 100 implant qoyandan sonra bir də gələcəksiniz yanıma, bir də təkrar kurs seçəcəyik, baxacaq nələr var, nələr yaşadınız, hansı hisslər keçirdiniz və mən hər gün implantlarımı sayırdım ki, 100 implant nə vaxt olacaq və mən müəllimimə zəng vurum deyim ki, 100 implantım oldu, artıq gəlinmi yanıma? Yəni, belə bir şeylər düşünürdük və hər gün implantlarımızı sayırdıq. Bir gün gəldi təbii ki, 100 də oldu, amma indi artıq bu sayıyla biz yaşamırıq, keyfiyyətlə yaşayırıq. Ən müasir, deyək ki, gülüş quraq ağızda, təbəssüm quraq, canlı, dişlər canlı görünsün, gözəl görünsün. Yəni, bunları çox diqqətimiz çəkir. Artıq sayı itirmişsiniz. Sayı təbii ki, itirmişik. Doğrudan da elədir, çünki ilk dəfə 10 il bundan qabaq mən də Lider kanalına televiziyaya gələndə mən də oturub sayırdım. Deyirdim ki, 100 verilişim olsun. 100 verilişdən sonra artıq sayını insan itirir və düşünürsən ki, ilahi. Doğrudan da mən artıq sayını bilmirəm. Amma yenə də mənə gəlir ki, siz yəqin ki, özünüz də məhz bu İsveçrənin firmasına etibar etdiniz.
etdiyinizə görə məhz sizə müraciət edən pasiyentlərə də o firmanı tövsiyə edirsiniz və məhz o firmanın implantlarından istifadə edirsiniz. Doktor, söylədiniz ki, sizin müəlliminiz olanda, daha doğrusu üzr istəyirəm, o müəllim sizi öyrədirdi və o illərə baxanda və indiki implantların arasında böyük bir fərq var. Yoxsa o qədər də yox. Çox şey dəyişdi. Çox şey dəyişdi. Misal üçün nə? Misal üçün nə? Yəni, biz o vaxt gedəndə implantlar daha çox primitiv idi. Hətta belə implantlar vardı ki, qeyri-sterilidir, biz özümüz onları sterilləşdirirdik və ya bəzən implantlar, lövhə şəkilli implantlar vardı, biz onlardan əvvəllər istifadə edirdik. Artıq zaman gedir və hər gün böyük inkişaf var. Yeni əsrdir, texnika əsridir. Mən xatırladım ki, biz o birisi əsrdən implantasiyaya məşğul oluruq, doğrudan yəni, 20-ci əsrdən. Amma bir də bu xəstələrə münasibət məsələsini mən deyim sizə. Niyə implantlarımızın sayı biraz da çoxdur, xatırlaya bilmirik. Birincisi, nəinki implantlara, klinikaya gələn bütün xəstələrə mən baxıram. Yəni, ən azı diqqətim üstündədir. Ən azı insanın hansı problemləri var və o necə səviyyədə yerinə yetirildi. Hamısı diqqətimdədir. Bəlkə pasiyentlər ola bilsin ki, hər hansı bir pasiyent məni görmür. Amma onun dişində hər hansı bir problem yaranırsa, onun rengenlərini mütləq mənə göstərirlər. Mən baxıram. Yəni, pərdə arxasında biz öz işimizi görürük. Ola bilsin ki, yenə deyirəm, pasiyenti iş mənə görmür. Amma bundan başqa bizim kursantlarımız var. Çoxlu kursantlarımız var implantasiya üzrə və onlar xəstələrini gətirirlər, məsləhət alırlar. Nəinki öz xəstələrimizə, nəinki öz xəstələrimə, onların xəstələrinə mən baxıram, məsləhətlər verirəm. Bir gün səhər bax, verilişdən qabaq, mən klinikada olanda bir kursantımız bir xəstə gətirmişdi. Yəni, xəstə gətirirlər, rengen gətirirlər və ya əməliyyat edir, sonra hər hansı bir şey xoşuna gəlmirsə, rengeni gətirir mənə, baxır, səhvlərini soruşur. Yəni, çoxlu xəstələrə baxırıq. O yüzden sayı doğrudan doğruya mən itirmişəm və saymıram daha doğrusu. Önəmli də deyil. Yenə deyirəm, ən önəmlisi keyfiyyətdir və xəstələrə münasibətdir. Əgər onlar bizdən razıdırlarsa... Ən vacibi təbii. Doktor, implantların ömrü nə qədər olur? Ömrü yenə, bilirsiniz, burada çox faktorlar var. Yaş faktoru var. İnsanın sağlamlıq faktoru var. Yəni, implant daşıyan insanın sağlamlıq faktoru var. Qadın-kişi fərqi var. Ən mühüm gigiyena fərqi var. Yəni, pasiyentlər dişini nə qədər təmiz saxlayacaq, nə qədər diqqət eləyəcək. Bundan başqa sümüyün keyfiyyəti, dedim, insanın bundan sonraki ömründə nə qədər sağlamlıq yaşaması, həkimin işi hansı səviyyədə icra eləməsi, yerinə yetirməsi və bir də implantların keyfiyyəti, implant markası. Orada çox rol oynayır. Yəni, faktorlar çoxdur və bizim qoyduğumuz implantların çoxu, artıq 20 ilə yaxındır bu implantlar ağızdadır və çox güman edirəm ki, dediyim kimi, bəlkə bir 20 ildə qalacaqlar. Doktor, təşəkkür edirəm. Minnətdaram sizə. Çox sağ olun. Mənim məzlərim, bax, belə səhətimizin qeydina qaldıq. İndi isə büdcəmizin qeydina qalmağın tam zamanıdır. Sözü istəyərdim verim həmkarım Rasim Şərifova və onu eşidəyin. Rasim, salam, sabahınız xeyir olsun. Bugün hansı maraqlı ölkəmizdə və dünyada baş verən iqtisadiyyat xəbərlərlə bizi tanış edəcəksiniz? Minnətdaram, təşəkkür edirəm. Mənim əzizlərim, kanalı dəyişməyin. Mən bugünlük sizinlə sağollaşıram. İrəliyən dəqiqələrdə isə ekonomiksə baxacaqsınız. Salamat qalın.